Yusuf Peyğəmbərimizdir. Ki, Quran-ı Kərimdə dastanı var və filmdə baxılsınız. Deyib, o ki, Həzrəti Yusuf Peyğəmbər, Allahın Peyğəmbəri, o çətin etaplardan keçdi, atdılar quyuya, qul oldu, zindanda qaldı. Daha sonra Misirin əzizi oldu, Misirin böyüyü oldu. Rivayət usulü qafidədir ki, deyir, o ki, Yusuf Peyğəmbər Misirin əzizi olmuşdu, böyüsü olmuşdu, deyir, o sarayında, balkonunda deyir, durmuşdu, belə tamaşa edirdi şəhəri. Deyir, bir dənə cılız, bir dənə arıq, cavan, 15-17 yaşlarında, rivayətdə cavan deyir, cavan da biz də o yaşlara deyirik. Bir dənə cavan küçədən keçirdi. Cəbrail əleyhissalam nazil oldu. Gəldi, deyir, Əssalamu əleykum ya Nəbiyyallah, salam olsun ey Allahın Peyğəmbəri. Peyğəmbərimə cavab verir ki, Əssalamu əleykum ya Ruhullah. Ruhullah yəni Cəbrail əleyhissalam. Dedi ki, ey Allahın Peyğəmbəri, o cavan işi görürsən, cılız, cavan, arıq gelir, tanıyırsan, dedi, yox, tanımıram, 2 dəfə görürəm. Dedi ki, ey Allahın Peyğəmbəri, bu cavan həmin cavandır ki, sən uşaq vaxtında, o ki, uşaqlıq dövrün keçdi, oldun cavan, o ki, xanımızda yaxın sənə böhtan atdılar, ha? Baxıbsınız da yəqin ki, filminə. Böhtan atdılar. Quran-ı Kərimdə ayəsi var və şəhidə şəhidun min əhliha. Quran buyurur ki, onların içindən bir nəfər şəhadət verdi. O uşaq ki, şəhadət verdi balacalığın, dedi ki, Yusuf Peyğəmbərin əgər köynəyi qabaqdan cılıbsa günahkar Yusifdir, arxadan cılıbsa günahkar xanımızda yıxadı, bu həmən uşaqdır. Bu cavan həmən uşaqdır ki, sənə orada neynədi? Şəhadət verdi ki, Yusuf Peyğəmbər pakdır, mütəhhərdir. Və səni böhtandan xaric elədi. Yusuf Peyğəmbər deyib, bunu eşidən kimi çox xoşhal oldu ki, bunu bir vaxtı o böhtandan Allahın Peyğəmbərin xilas edib bu cavan. Yusuf Peyğəmbər deyir ki, əmr verdi ki, məmurlarına getsin, o cavanı gətirsinlər mənim yanıma. Rivayətdə nəql olur ki, Yusuf Peyğəmbər ki, bu cavan gəlib, buna çox ehtiram elədi. Həddən artıq buna ehtiram elədi. Pul verdi, para verdi, yemək içmə verdi. Rivayətlərdə var ki, bəzi yerdə mələklər gülərlər, təbəssüm eləyərlər. Deyir, Həzrəti Cəbrail əleyhissalam təbəssüm elədi, güldü. Bəlkə ki, oradakılar görmür, Yusuf Peyğəmbər bunu yalnız görə bilər. Yusuf Peyğəmbər soruşdu ki, ey Allahın mələk, niyə güldün? Buyurdu ki, ey Allahın Peyğəmbəri, mənim gülməyim buna görədir ki, təəccübdən gülürəm. Ona görə təəccüb edirəm ki, bu cavan uşaq yaşında, o şahidə şahidun min əhlihə, uşaq vaxtında bir dəfə sənə şəhadət verdi. Bir dəfə dedi ki, Yusuf Peyğəmbər haqdır. Bir dəfə şəhadət verdi, sənin üstünə o böhtanı götürdü və sən ona bu qədər neynədin? Ehtiram elədin, çağırdın yanıma, yemək verdin, içmə verdin, paltar verdin, ikram elədin. Təəccüb buna xatirdir ki, insanlar ki, gündə 5 vaxt deyirdi,